Salam dəyərli izləyicilər, kanalıma xoş gəlibsiniz. Mən rus dili və ədəbiyyat müəlliməsiyəm. Bugünkü dərsimizdə sizlərə rus dilinin ən çətin sözlərini izah eləyəcəm. Praspala nə deməkdir? Yəni yuxuya qalmışam, gecikmişəm mənasında. Praspать yuxuya qalmaq. Praspala mən yuxuya qalmışam. Ana praspala. O gecikibdi, yəni yatıb yuxuya qalıb. Bunu biz qadın cinsində deyirik, çünki Maşa qadındır. Və deyirik ki, niyə? Почему? Çünki o gec yatıbdı. Потому что она lегла спать поздно. Xanımlar lегла, bəylər isə deyirlər lёг. O gərək tələssin. Ей надо торопиться. Və belə də demək olar ki, она должна торопиться. Yəni biz burada əsas situasiyanı izah edən zamanı bilməliyik ki, bizə lazımdır feillər və modal feillər. Yuxuya qalmamaq üçün tez yatmaq lazımdır. Чтобы не проспать, надо лечь спать рано. O tələsməlidir. Она должна торопиться. O tələsməlidir. Она должна торопиться. Necə deyəsiniz ki, o tələsir? Она торопится. Mən tələsirəm. Я опаздываю. Mən tələsirəm. Я опаздываю. Ты торопишься. Sən tələsirsən. Она торопится. O tələsir. Мы торопимся. Biz tələsirik. Вы торопитесь. Siz tələsirsiniz. Они торопятся. O giyinir. Она одевается. Она кладет книги в сумку. Yəni o kitablarını çantaya qoyur. Я долго жду. Mən çoxdandır gözləyirəm. Я жду с утра. Səhərdəndir gözləyirəm. Я жду 5 минут. Mən 5 dəqiqədir gözləyirəm. Не уговаривайте. Ne uговаривайте. Bu sözün mənasına baxmadan öncə bilməliyik ki, bu söz nə deməkdir? Demək, ne inkar deməkdir? Uговаривать məstərdir. Yəni fikrini dəyişmək və ya razılığını almaq mənasında. Və burada deyir ki, ne уговаривайте. Yəni mənim fikrimi dəyişməyin, mənim razılığımı almayın kimi. Məsələn, burada deyə bilərik ki, on уговаривает. O razılığa salmağa çalışır. Не уговаривайте меня. Məni razılığa salmağa çalışmayın. Daha sonra deyə bilərik ki, он не уговорил. O razılığa sala bilmədi və deyə bilərik ki, он уговорил его. O onu razılığa sala bildi. Sən məni razılığa sala bilmərsən. Ты не сможешь уговорить меня. Heç yorulma. Məni razılığa sala bilmərsən. Даже не старайся. Ты не сможешь меня уговорить. Azərbaycanda deyirik ki, şəklimi çək. Rusca necə deyəcəyik? Sfotkay меня. Mənim şəklimi çəkə bilərsiniz. Вы сможете меня сфоткать. Bu daha müasir, gənclərin istifadə elədiyi sözdür. Amma deyə bilərsiniz ki, tam olaraq məsəl üçün deyirsiniz ki, şəklimi çək, sfotografiruйте. Amma gördüyünüz kimi sfotografiruйте daha çətin bir sözdür. Onun əvəzinə sfotkayte də deyə bilərsiniz. Necə deyək ki, yaxşı alınmadı, bir daha çəkin. Нехорошо попало. Давайте еще раз сфотографируйте меня. Kameranı düz saxlayın. Держите камеру ровно.
Kameranı silkələməyin. Не трясите камеру. Yenidən çəkin. Пожалуйста, заново сфоткайте. Почему она проспала? Потому что она легла спать поздно. Она торопится, одевается, кладет книги в сумку. Чтобы не проспать, надо лечь спать rano. Почему она проспала? O niyə yuxuya qalıbdı? Потому что она легла спать поздно. Çünki o gec yatıb. Она торопится, o tələsir. Одевается, geyinir. Кладет книги в сумку. Kitablarını çantaya qoyur. Чтобы не проспать, надо lечь spать rano. Yatıb qalmamaq üçün gərək tez yatasan. Çalışmalarını edək. Buraxılmış yerlərə sözlər yazmaq lazımdır. Yazıbdır ki, ana buraxılmış hissə потому что легла спать поздно. O çünki gec yatmışdı. Ana проспала. O gec yatıbdı, yəni yatıb qalıbdı. Çünki gec yatmışdı. Почему ты? Niyə sən? Niyə sən yatıb qalmışdın? Почему ты проспала? Мы и опоздали. Biz yatıb qalmışdıq və gecikmişdik. Мы проспали и опоздали. Он и теперь торопится. O və indi tələsir. Он проспал и теперь торопится. Она быстро buraxılmış yer кладет книги в сумку и убегает. Nə deməkdir burada? O tez geyinir, kitablarını çantaya qoyur və qaçır. Geyinir nə idi? Одевается. Она быстро одевается, кладет книги в сумку и убегает. Чтобы не надо lечь spать rano. Gecikməmək üçün gərək tez yatasan. Чтобы не опоздать və ya чтобы не проспать, надо lечь spать rano. Теперь ей надо. Bundan sonra fərqli sözlər deyə bilərsiniz. Amma bizim öyrəndiyimiz bir söz var idi, торопиться, yəni tələsmək. Теперь ей надо торопиться. Gözləmə feilinə aid bir neçə dənə cümlə. Я долго жду. Жду с утра. Я жду уже 5 минут, но все еще никто не пришел. Мне нужно потерпеть немного, но я начинаю уставать. Я жду с утра. Я уже жду с утра. Mən artıq səhərdəndir gözləyirəm. Уже, yəni ki, artıq səhərdəndir gözləyirəm. Я уже жду 5 минут. Burada я жду уже və dəqiqə nədirsə onu deyirsiniz. Я жду долго. Burada deyə bilərsiniz ki, я опять долго жду. Mən yenə çox vaxt gözləyirəm. Мне нужно və nöqtə. Мне нужно подождать də deyə bilərsiniz. Мне нужно потерпеть də deyə bilərsiniz. Подождать gözləməkdir, потерпеть səbr etmək.